Salam değerli dostlarım, günaydın. Bakın, belə gözəl istehsal olunmuş Azərbaycanda ilk dəfə istehsal olunmuş məhsullar var. İkisindən yararlanmışam, çox gözəl bir nəticə əldə eləmişəm. Ona görə buranı göstərim, qaraciyərimin fəaliyyətindən. Burada eyib də olsa üzr istəyirəm, deməliyik də, neynək? Qarın hissəm əriyib, mədəm əriyib, tamamilə. Ağrılarım gedib. Çox pis hallar keçirdim, elə bilirdim ki, boğazımda zob var. Buradan nəsə gecə yatanda 3-4 dəfə yuxarı qalxırdı. Mən də dururdum 3-4 dəfə, nə vaxt ki ağrı tutsa qalxırdım. Beləcə hər gecənin bir vaxtında bir dəfə, 3-4 dəfə qalxmağına baxmayaraq, axırıncı dəfə elə bir təsadüfən qalxanda bir dənə toyuğun səsi kimi gecələr toyuqlar səs çıxarır. Nazik bir səs gəlirdi. Buradan bir şey qopurdu, yuxarı çıxmırdı o ağrı. Sinəmə yayılırdı. Mən də elə bilirdim ürəyimdir, zobumdur, şaxələnirdi, su içirdim, yanırdım belə, dəhşət dərəcədə yanğı verir, saçaqlanırdı. Hətta mən demişdim ki, məndə xərçəng yəqin əmələ gəlir. Belə hiss eləmişdim. Ancaq buradan alan bu məhsul, bir dənə bu məhsul, həkimin yanına gəldim, soruşdum. Həkimin yanına da gəlməyim təsadüf idi. Onu da sonralar izah verirəm. Yəni, mən də bilmirdim. Gəldim, bu məhsulu mənə təklif elədi. Sonra bir dedim, ay həkim, mənim gözümdə problem var. Elə bir ki, gözlərim, anam da rəhmətə gedəndə, atam da rəhmətə gedəndə yaxınları, dayım da birisi getdi. İndi hal-hazırda da şəhid atası, həm də atası şəhid, dayım rəhmətə gedib, 40-ı hələ çıxmayıb. Mənim gözümdən yaş gəlmir. Yanıram, belə göynüyürəm, acıyıram, ağlayıram, burnumdan yaş gəlir. Təsəvvür eləyin. Gecə də yatıram, səhər duranda qapağını belə çəkirəm gözümün. O formada açıram gözüm, yapışır, qopur. Sonra buradan da açandan sonra görürəm ki, burada nəsə bıçaq kimi, iynə kimi də, bıçaq kimi deyəni, nazik iynənin ucu kimi bir şeylər girir. Belə elədikcə, buramı elə bir didir, bəbəyimin bu hissəsini. Əlimi salıram belə ki, bu nədir deyə görürəm. Bir şüşəyə oxşayan çox nazik bir, nazik deyən nazik deyil, belə yumru. Bir şeylər qoparam, hətta bu gözümü bax, yaxından bəlkə də göstərsəm görərsiniz. Bir dənə belə ət kimi şey qopubdu. Çünki o qədər oranı qoparmışam ki, sən demə duz əmələ gəlibmiş gözlərimdə. Duzlaşma. Gecə də yatmırdım, yuxusuydum. Başımda səhər duranda bir küt, gecə oyananda da küt bir ağrı verirdi. Mən deyirdim, bu nədir? Dururam, gəzirəm, qulaqlarım yanırdı, barmağım qalmışdı qulağımda. Deyirdim, bu nədir, ay Allah, bu qədər şey olar insana. Qoxu da bilmirdim. Deyirdim, yəqin koronadandır. Sən demə, məndə duzlaşma gedir, gözlərimdə, nə bilim, qulaqlarımın bu hissəsində duz hamıda olur, bədən orqanizmasında hər yerdə olur. Məndə də belə olubmuş. Həkim bir dənə məhsul təklif elədi. Hətta məhsulda sən demə, bu omegada istehsal olunan civə yoxdur. Civəsiz omegadır.